25 dekabr 2024-cü il. Azərbaycan aviasiya tarixinin faciəli günlərindən biri kimi yadda qalıb bu tarix. Məhz həmin gün Azərbaycan hava yollarına məxsus Embraer 190 tipli sərnişin təyyarəsi Rusiyanın hücumu nəticəsində Qazaxıstan Naktau limanı yaxınlığında qəzaya uğrayıb. Bu ağır faciədən bir il keçməsinə sayılı günlər qalsa da, bu müddət ərzində nə hadisəyə görə məsuliyyət daşıyan tərəfdən kompensasiya ödənilib, nə də günahkar şəxslər hüquqi məsuliyyətə cəlb olunub. Əksinə, ötən zaman ərzində atılan addımlar Azərbaycan-Rusiya münasibətlərini daha da gərginləşdirən məqamlarla yadda qalıb. Qəzadan düz 10 ay sonra, oktyabrın 9-da Prezident İlham Əliyev Tacikistan paytaxtı Düşənbədə Rusiya lideri Vladimir Putinlə bir araya gəlib. Təkbətək formatda baş tutan bu görüş zamanı Kreml rəhbəri Rusiya tərəfinin kompensasiya məsələsi ilə bağlı bütün zəruri addımlar atacağını və hadisədə rol oynayan bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bəyan edib. Lakin bu vədlər praktik addımlarla müşayiət olunmayıb və deyilənlər söz olaraq qalıb. Bütün bunlar Moskvanın baş verən faciəyə qarşı etinasız və məsuliyyətsiz yanaşmasının açıq göstəricisi kimi qiymətləndirilir. Bu cinayət faktıdır və Rusiya Federasiyası bununla bağlı məsuliyyət daşıyır bir dövlət kimi, çünki hava sərhədləri ona məxsusdur. Vətəndaşlara dəymiş zərərə görə, Azərbaycanın Azal şirkətinə dəymiş zərərə görə Rusiya tərəfi hələ də müvafiq kompensasiyanı ödəməyib ki, bu da hava nəqliyyatının idarə olmasından bağlı beynəlxalq konvensiyanın tələblərinə ziddir. Cəzasızlıq mühiti yeni cinayətkarlığı motivasiya edir və demək ki, o zaman Azərbaycana qarşı törədilən bu və digər səviyyəli cinayətlər adi hal şəklini ala bilər. Buna görə Azərbaycan israr edir ki, bu məsələ lazımi hörməti ifadə etməklə məhz hüquqi kontekstdə öz həllini tapmalıdır. Görünən odur ki, Rusiya hadisə üzrə məsuliyyəti üzərinə götürmək əvəzinə prosesi uzatmaq və mövzunu siyasi gündəmdən çıxarmaq taktikasını seçib. Belə yanaşma isə dövlətlərarası münasibətlərdə etimad böhranını dərinləşdirməyə xidmət edir. Vladimir Putin görüşdə qəzanın səbəblərini əsasən texniki amillərlə izah etməyə çalışıb. Onun təqdim etdiyi versiyaya görə birinci ehtimal təyyarənin Ukraynaya məxsus pilotsuz uçuş aparatı ilə səhv salınması. İkinci ehtimal isə Rusiyanın hava hücumundan müdafiə sistemində baş verən texniki nasazlıqla bağlı olub. Amma bu izahlar hadisənin mahiyyətini dəyişmir və məsuliyyətin aradan qalxması anlamına gəlmir. Qəza ilə bağlı elə Rusiyada aparılan istintaqın nəticələri də texniki səhv versiyasından kənara çıxır. Hava gəmisinin Pantsir S-1 hava hücumundan müdafiə sistemi ilə vurulduğu təsdiqlənib. Bundan əlavə istintaq zamanı təyyarəyə qarşı radioelektron mübarizə vasitələrinin tətbiq olunduğu da müəyyən edilib. Bu faktlar hadisənin təsadüfi texniki qəza deyil, silahlı müdaxilə nəticəsində baş verdiyini göstərir. Buna baxmayaraq hüquqi məsuliyyət mexanizmi işə salınmayıb. Belə bir yanaşmanın Azərbaycan-Rusiya münasibətlərinə təsirsiz ötüşməsi isə mümkün deyil. Rusiya hələ də Ukrayna dronları və s. kimi bəhanələrlə həm daxili, həm də beynəlxalq auditoriyanı çaşdırmağa cəhdlər edir və bununla da məsuliyyətdən yayınmaq istəyir. Moskvanın vədlərə əməl etməməsi iki ölkə arasında münasibətlərdə etimadın azalmasına rəsmi Bakı tərəfindən gələcəkdə Rusiya ilə münasibətlərdə daha məsafəli yanaşmanın tətbiqinə səbəb ola bilər. Qeyd eləyək ki, J282-43 nömrəli Bakı-Qrozno reysini yerinə yetirən Embraer 190 təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həyatını itirib, 29-u sağ qalıb. Sərnişin təyyarəsinin Naktauda qəzaya uğramasından sonra Azərbaycan-Rusiya münasibətlərində kəskin dönüş baş verib. Cavabsız qalan suallar, icrasız qalan vədlər və məsuliyyətdən yayınma iki tərəfli münasibətlərin gələcəyinə təsir eləyən ciddi siyasi faktordur. Aydındır ki, bu faciə ilə bağlı cinayət məsuliyyəti daşıyan şəxslər cəzasız qalacağı müddətdə hadisəyə şəffaf hüquqi qiymət verilməyəcək. İki ölkə arasındakı münasibətlərdə gərginlik də davam edəcək. Məhz buna görə də Bakının gözləntisi ondan ibarətdir ki, Kreml baş verənlərə aydınlıq gətirəcək və ədalətin bərpası istiqamətində real iradə nümayiş etdirəcək. Beləliklə də gərginliyin yeni təqvim ilinə daşınmasının qarşısı alına və iki tərəfli münasibətlərdə etimadın bərpasına zəmin yarana bilər.